Bakıda Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın şərəfinə ziyafət verilib. Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün nümayiş etdirdiyi siyasi iradəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Saygıdeğer Cumhurbaşkanı Sayın İlham Aliyev'e de özellikle teşekkür etmek istiyorum. Bizlere her zaman yakınlık göstermeye gayret eden, bizleri buraya bu şekilde davet eden ve Azerbaycan'la ilişkilerimizin gerek diplomatik, gerek siyasi, gerek kültürel, gerek turizm ve çeşitli farklı boyutlarıyla geliştirilmesi için ortaya konan yeni iradeye halkım adına çok teşekkür etmek istiyorum. Prezident son illərdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən məmnunluğunu ifadə edib.